Bizim kanalı izleyen her bir kəs salamlayıram. BID Sank Plus DMI 2024 model olarak 25-ci ildir. Məsələ nə yerdədir? Mən bunun birinci izahını verim. Ondan sonra da hansı ayarlardan necə istifadə etməklə, hansı ayarlardan quraşdırmaqla bu məsələnin həlli yolu necə olacaq, onu izahını verəcəm. Məsələ ondan ibarətdir ki, avtomobil istehsalçı tərəfindən təhvil verildikdə avtomatik olaraq avtomobili işə salan kimin gündüz işıqları yanlı vəziyyətdə qalır. Bu gündüz işıqları belə yanlı vəziyyətdə qalır. Gecədir deyənə ona görə də gecə bu çəkilişi eləmək istədim ki, gündüz işığını biz görə bilək avtomobildən. Burada da görürsünüz ki, işıqlar yanlı deyil. İndi mən işıqları yandıranda orada fikir verirsiniz. Bax, işıqların işarəsi gəldi. Bax, fikir verdiniz, bax burada. 1, 2, bax, işıqlar işarəsi gəldi. İşıqları söndürürük. İşıqlar yanmır, amma gündüz işığı yanır. Bax, gündüz işığını ayarlara daxil olmaqla light, bir dəqiqə, light, giririk, outside və buradan söndürə bilirik. Bax, fikir verirsiniz, mən buradan söndürəndə oradan da yanır. Amma bir məsələ var ki, siz buradan söndürsəniz belə, indi mən bunu qoşuram, söndürsəniz belə buradan avtomobili biz parkovkadan çıxartdığımız zaman o yenə də yanacaq və parkovkaya qoysaq yenə də yanlı vəziyyətdə qalacaq. Amma mən də bunu düzəltmişəm ki, yanmasın. Onun üçün nə etmək lazımdır? Onun üçün belə bir launcher var avtomobilə. Bu launcher quraşdırılır. Burada ayarlara daxil olursunuz. Girirsiniz deməli, bax burada. Deməli, proçeyə daxil olursunuz. Zadaniya, yəni tapşırıqlar və tapşırıqların ayarlarında siz müəyyən dəyişikliklər edirsiniz. Yəni, bax, burada görürsünüz, indi rus dilində məndə burada var, yazılıb. Условия. Передача переключения, значок обнаружения парковки. Yəni ki, parkovkanı gördüsə, upravlять штатными funksiyami, avtomobilin öz ayarlarını idarə eləsin. Nəyi idarə eləsin? Turn off daytime running lights. Yəni ki, parkovkanı gördüyü zaman gündüz işığını söndür. Bildiniz necə? Bax, məsələ budur. Bunun üstündə bir dənə belə vursaq, görürsünüz, redaktировать, отключить задачу. Bax, bir dənə elə отключить. Biz bunu söndürdük. Düzdürmü? İndi söndürmüşüksə bu tapşırığı, indi baxaq, görək. Sönlü vəziyyətdə. Bax, bunu yandırdıq. Düzdürmü? Yanlı vəziyyətdədir. Avtomobili belə deyək də söndürək. Avtomobili indi işə salırıq. Avtomobili işə salan kimi fikir verdiniz, yandı. İndi gedirik təzədən ayarlara. Ayarlardan biz onu söndürmək istəyirik. Misal üçün. Gəldik, light. Bir dəqiqə. Bunu avtomatikə qoymuşam deyənə. Outside. Buradan söndürdük. Fikir verdiniz. Bax, buradan söndürmüşəm. İndi bax, bunu kameraya elə qoyuram ki, həm çölü görsün, həm də bu düyməni görsün. Biz bunu quraşdırırıq. Yəni, selektoru D-yə keçirdirik. Fikir verdiniz, avtomatik olaraq yandı. İndi mən bunu qoyuram parkovkaya. Fikir verdiniz, sönmədi. Parkovkaya qoymağına baxmayaraq sönmədi. Amma mən bunu söndürmüşdüm. Bax, bir də söndürürəm. Bir də fikir verin. D-yə qoyuram. Yandı. İşıqlar yandı. Qoyuram parkovkaya. Sönmədi. Fikir verdiniz, biraz elə bir marqat elədi, amma sönmədi. İndi nə edirik? Təzədən giririk. Launcherə. Launcherdə deməli. Nastroykalarda deməli vururuq. Proçedən giririk deməli. Zadaniya tapşırığa. Tapşırıqdan mən bunu təzədən включить задачу. Yəni ki, tapşırığı qoş. Tapşırığı qoşuruq. Tapşırıq aktiv oldu. Aktivləşəndən sonra indi baxırıq. Giririk bir də bura. Fikir verirsiniz, bu yanlıdır. Çöldə işıq yanır. İndi qoyuram D-yə. Yəni sönmədi, yanlıdır. Qoyuram parkovkaya. Söndü. Fikir verdiniz. Yəni bu nə üçün lazımdır? Bunu da deyim. İndi kimə ehtiyacdırsa bunu eləyə bilər. Kimə ehtiyac deyilsə, deyir, yox qardaş, elə mənim üçün belə də
qane eləyir, onlar bunu etməsinlər. Yəni onda bu video onlar üçün faydalı deyil. Bu onun üçündür ki, bizim avtomobillərdə LED faralardır. LED də ki, bilənlər bilir, saatlandır. Yəni müəyyən bir vaxt verilir buna. 3000 saat, 7000 saat, 15000 saat. LED-dən LED-ə fərq var. Yəni saat verilir ki, yəni bu qədər saat bu LED fara işləməlidir. O saatı vaxtı gəlib çatanda LED başlayır gicləməyə, başlayır marqat eləməyə, müəyyən vaxt işləyir, təzədən sönür, gah sağ sönür, gah sol sönür. Bax, bunların saatını belə deyək, uzadmaq üçün, yəni biz dayanmışıqsa parkovkada dayanan zaman o LED faranın yanmasına nə ehtiyacı var? Bax, o ehtiyac olmadığından və onun vaxtını uzadmaq üçün belə bir funksiya var. Bu funksiyadan istifadə etsəniz, siz də faralarınızın iş rejimini uzatmış olarsınız. Yəni bu qədər. Bizimlə qalın. Növbəti videoda görüşənədək. Ümid edirəm ki, bu video müəyyən bizim kanalı izləyən şəxslər üçün faydalı olar.